Natiq bəy, mən bilirəm ki, siz yəni nisbətən tanırsınız. Demirəm, tam bilgi istəmirəm sizdən. Təbii ki, bu sizdən bəlkə də soruşulmayacaq sualdır. Amma mən əminəm ki, ümumi mühitdən xəbəriniz var. Əsas fərqləndirən cəhət nədir ki, məsələn, Özbəkistan fermeri bizimkindən daha rahatdır, Qazaxstanda əkinçi bizimkindən daha rahatdır. Hansı modeli onlar istifadə ediblər ki, bugün biz böhran yaşayırıq, orada maşallah irəliləmə var. Qazaxstanda da, Özbəkistanda da özünün spesifik xüsusiyyətləri var da. Qazaxstanın ərazisi böyükdür, Özbəkistanın əhalisi çoxdur. Bax, bunlar bu üstünlüklərə çevirə bildilər. O Qazaxstan öz ərazisini üstünlüyə çevirdi. Özbəkistan da əhalisini üstünlüyə çevirdi. Yəni milyonlarla hektar taxıl əkini var Qazaxstanda. Qazaxstanla Özbəkistanın bir ümumi cəhəti də ondan ibarətdir ki, orada da var da, elə sahələr var ki, ora heç kim buraxılmır. Orada da oranın da öz insar qaydaları var. Çoxu bank sektorudur, faydalı qazıntılar. Məsələn, gedib siz uranla məşğul ola bilməzsiniz Qazaxstanda. Və yaxud da neft, qaz da Özbəkistanda məşğul ola bilməzsiniz. Bu gilas əkə bilərsiniz də? Nə istəsəniz eləyə bilərsiniz. Bax, onlar təqribən bir 15 il bundan qabaq, özdə bu Tokayevdən də qabaq oldu Qazaxstanda. Birinci, siz nəyi düzəltdilər? Məhkəmə sistemini. İnvestor gəlsin. Əlbəttə, onlar ingilis dilində məhkəmə təsis elədilər. Bir Ahdular məhkəməsi oldu, Ağsaqqallar məhkəməsi, xatırlayıram. İqtisadiyyat üzrə, iqtisadi məsələlərlə bağlı ingilis dilində və Britaniyadan belə deyək, təqaüdə çıxmış çox yüksək maaşla hakimləri gətirdilər. İnvestora da güvən verdilər ki, qardaş, bax, mən heç qarışmıram. Siyasi deyil axı bu iş, düzdürmü? Bu iqtisadi məsələlərdir. Bax, gedirsən, Britaniyada necə məhkəmədə hansı qaydalar varsa, bizdə də o qaydalar var. Vəkil istəyirsən ingilis dilində tut. Məhkəmənin dili ingilis dilidir, həmin istəsələr investorlar. Yəni, birinci buradan başladı. Sonra həddindən artıq şəffaflaşma başladı. Mən keçən il oldum Aktauda, axırıncı dəfə. Bir neçə dəfə olmuşam Qazaxstanda, Özbəkistanda. Axırıncı dəfə keçən il oldum. Azərbaycanlıların böyük bir diaspora formalaşır orada. Rusiyadan köçənlər. Rusiyadakı vəziyyətdən narahat olanlar, narazı olanlar Azərbaycana qayıtmır. İndi bizim hökumət də papağını qabağına qoysun, fikirləşsin ki, soydaşımız niyə ölkəmizə qayıtmaq istəmir? Vətənə niyə insan qayıtmasın? Qazaxstana gedir, Özbəkistana gedir, hətta Belarusa gedən var. Amma Azərbaycana gəlmir. Və onların bir çoxu ilə 4-5 gün qaldım da orada, bir neçə dəfə də söhbət eləmək imkanım oldu. İnandırım sizi, onlar deyir ki, biz dövlət orqanlarının üzünü görmürük. 4 ildir, 5 ildir biri şirkət açıb orada. Deyir, mən nə vergi görmüşəm, nə gömrük. Elektron qaydada həll eləyirəm hər şeyi internet üzərindən, heç üzlərini görmürəm. Halbuki xarici ticarətlə də məşğulduq. Mal gəlir, mal gedir. Bizdə də tutan var, amma bu çox maraqlıdır. Yəni, o sistemi yaradanların xeyrinədir. Vətəndaşın xeyrinə deyil. Tamamilə fərqlidir orada, vəziyyət tamamilə fərqlidir. Vergi... Yəni, orada asanlaşdırmaq üçündür sanki, burada çətinləşdirmək üçün. Başqa bir tərəfi də ondan ibarətdir ki, sırf kənd təsərrüfatında böyük güzəştlər var. Böyük güzəştlər var və böyük vergi güzəştləri var. Bundan başqa da subsidiyalaşma var. Və subsidiyalaşma məhsula yönəlikdir. Yəni, məhsulun keyfiyyətinə və kəmiyyətinə yönəlikdir. Bizdə əvvəllər hektara görə verirdilər, bir neçə il bundan qabağa görə. Kağız üzərində hektarlar yaranırdı və onun subsidiyası alınırdı. İndi sonradan bir neçə il bundan qabaq dəyişdilər, kartlar verməyə başladılar. Yəni, fermerlər subsidiyalar öz bank kartlarını alır. Problem də nədən ibarət oldu ki, 75%-dən istifadə eləyə bilmirlər onlar istədikləri kimi. 25%-ni istifadə eləyə bilir, 75%-ni amma dövlətin barmaq göstərdiyi yerdən gübrə almalıdır, avadanlıq almalıdır, toxum almalıdır. Bunu doğru saymırsınız? Əlbəttə yox. Rəqabət yoxdur. Rəqabətdən əlavə qiymət bahalaşır. Məsələn, bir fermerlərlə danışmışdım bir neçə il bundan qabaq, 2 il bundan qabaq edir deyərsən. Deyir ki, mənə 24 manat idi səhv eləmirəmsə kisəsini verir kübrənin. Həmin kübrə deyir, bazarda 16 manatdır. Niyə 16 manatdır? Çünki pulu nəqdləşdirə bilmir fermer. Ona heç o qədər gübrə lazımdır. Gedir 12 alır, ikisini işlədir, 8-ni aparır 14 manata bazarda satır. O da 16 manata bazarda qoyub satırlar. Yəni, belə, bunu kim bilmir ki? Bunu mən bilirəmsə, ölkə bilirsə, Kənd Təsərrüfatı Nazirliyi bilmir, məmurlar bilmir, bilir. İndi gəlin, biraz böyüdək məsələnin problemləri daha doğrusu. Bizdə iki fundamental, təməl problem var. Biri subyektivdir, digərləri obyektivdir. Subyektiv problem odur ki, bizdə bir müddətdən sonra kənd təsərrüfatında çalışmaq istəyən insanların sayı azalacaq. Obyektiv olaraq azalacaq.
Gənclər istəmir də fermer olmaq. İstəmir çoban kimi mal otarsın, taxıl əksin. Heç bir perspektivi yox. Perspektivi görmür, gəlir yoxdur, sürünürlər və bu gəlirliliyi o qədər azdır ki, və əziyyəti o qədər çoxdur ki, istəmir. Deyirək ki, gedərəm Bakıda tikintidə fəhlə işləyərəm, heç olmasa 1500, 1400 manat, 1200 manat. Şəhərdə də yaşayarım. Maaş alaram, axşamlar da heç yerə pulum çatmasa da 50 qəpiyə tum alıb gedib bulvarda oturub dənizə baxaram. Heç olmasa, kənd yerlərində sosial həyat da yoxdur, axı neynəsin? Və bu obyektiv səbəbdir və bu getdikcə artacaq. Və hökumət başa düşməlidir ki, fermerin qazancı şəhərdə yaşayanın qazancından 10 dəfə çox olmalıdır, ən az. Əvvəl elə idi də, kənd şəhəri saxlayırdı, indi sonra tərsi 10 dəfə, 15 dəfə hətta çox olmalıdır ki, bunda stimul yaransın ki, yaxşı da indi əziyyətli, amma mən aya 10 min pul qazanıram. Heç olmasa ildə bir dəfə gedib Dubayda dincələrəm, bir dəfə də Türkiyədə dincələrəm. Bu əziyyətimin dəyər. O əziyyətə də dəymir axı, o kəndlinin zülmü. Bu subyektiv reallıqdır. Bir müddətdən sonra biz bunu daha kəskin yaşayacağıq. Əhalinin urbanizasiya problemi Azərbaycanda getdikcə artacaq. Çünki bizdə hələ urbanizasiya xaotikdir də. Normal urbanizasiya yoxdur. Çünki bir Bakı var. Urbanizasiya o demək ki, şəhərləşmə. Yəni Gəncə olmalı idi milyonluq şəhər, Şəki olmalı idi yarım milyonluq şəhər, nə bilim Mingəçevir olmalı idi 300 minlik şəhər. Bax belə bu olurdu urbanizasiya. Normal onlar da ətrafında bazar yaradacaqdı axı. Ətrafında yəni iqtisadi güc yaradacaq. Bizdə bütün iqtisadi güc, alım gücü, iqtisadi aktivlik hamısı Bakıda. Sonra hamımız da şikayət edir ki, cəmaət Bakıya niyə gəldi və neynəsin? Hara getsin? Bəs hara getsin? Sən bütün iqtisadi fürsətləri bura toplamısansa. Bu davamlı olacaq. Yəni bizdə rəsmi rəqəmlərə görə 42% hələ də kəndlərdə yaşayır əhali. Düzdür, bu reallığı əks etdirmir. Çünki qeydiyyatı kənd, amma hamı Bakıda fəhlə işləyir. Yəni heç olmasa bir 30% amma var hələ. Biz bunu müharibə dövründə konkret gördük. 30% olsun, 25% olsun, fərqi yox. İnkişaf etmiş ölkələrdə bu 8-10%-dir. Hollandiyada 8%-dir. Amma 120 milyard dollarlıq aqrar sənaye məhsulları ixrac edirlər. 120 milyard dollar. Milyard. Bəli. Ərazisi bizdən azdır. Əhalisi bizdən çoxdur. 18 milyonla 19 milyona yaxınlar. Amma ərazisi bizdən azdır. Deməli, yarı 40 min kvadrat kilometr ərazisi var. 40 mindən biraz yuxarı. Hə. Yarı bayarı ərazisi var, 18 milyon da əhalisi var. Tamamilə doğrudur. Bayaq doğru məsələləri vurğuladınız da siz. Yəni bizdə torpağın verimliliyi, effektivliyi, məhsuldarlığı. İsrail səhrada 176 sentner buğda götürür. İldə 3 dəfə məhsul götürür. 76 sentner. Niyə? Çünki texnologiyalar var. Niyə? Çünki elmi yanaşma var. Niyə? Toxumçuluq seleksiya var və s. və s. çox şey var. Bizdə bunların heç biri yoxdur axı. Və problem də oradan qaynaqlanır. İndi gələk subyektiv, yəni hökumətdən qaynaqlanan problemlərə. Obyektivi söylədim, yenə deyirəm, kənddən cəmaət köçəcək. Buna hazır olmaq lazımdır. Sadəcə elə eləmək lazımdır ki, onlar artıq Xankəndinə köçsün, Gəncəyə köçsün, Xankəndi yarım milyonluq şəhər olsun məsələn. Bax, bunun başqa yolu yoxdur. Çünki urbanizasiya avtomatik olaraq gedəcək. İnsanlar artıq fərqli mühitdə yaşamaq istəyir. Əsasən də gənclər. Bütün günü internetdədirlər də Z nəslidir. Onlara sən denən ki, gedindi, nə bilim, kartof ək. İstəmir əkmək. O kartof əkmək o qədər gəlirli olmalıdır ki, getsin o kartofu əksin. İndi subyektiv problemlərin bir çoxuna siz toxundunuz haqlı olaraq, amma gəlin biraz da dərinə inək də. Azərbaycanda nə etsək də o da var. Kənd təsərrüfatı bizim bütün problemlərimizi həll eləməyəcək. Biz Hollandiya olmayacaq. Bunun obyektiv səbəbləri var. Almaniya olacaq, nə Fransa olacaq məsələdə. Çünki su problemi də var, torpaqda şoranlaşma var. Səhv eləmirəmsə 28-30%-ə yaxın bizdə torpaq itkisi var da, şorandır. Bakıdan Gəncəyə qədər gedəndə Kürdəmir yolunda görürsən də o şoranlaşmanı ən azından. Yəni bunlar var deyə biz məsələn nefti əvəz eləyəcək bir aqrar sənaye kompleksimiz olacaq söyləyə bilmirik. Onun üçün biz indiki istehsalı 22 dəfə artırmalıyıq. Yəni bugün nə istehsal eləyiriksə bunu 22-yə vurmalıyıq. Mümkündürmü? Yox. Buna potensialımız yoxdur da. Torpaq yox, su yox, işçi qüvvəsi yox. Yaxşı, biz nə edə bilərik? Bax, birinci gərək doğru hədəflər qoysun hökumət. Bəli. Hədəfləri doğru qoyanda, necə deyərlər, diaqnozu doğru qoyanda doğru da müalicə aparmaq olar. Biz elə sahələr var idi ki, dominant idik. Bax, orada azalır. Məsələn, ət istehsalında azalır. İri buynuzlu malqarada azalır. 300 minə yaxın 5 ildə azalma var. Keçi və qoyunlarda 2 milyona yaxınlaşır azalması 15 ildə. Yəni, bu doğrudan çox dəhşətli bir şey. Hökumət fikirləşməlidir ki, niyə? Bax, niyə azalır?
azalmanı bilir. Özü Statistika Komitəsi də yayır bunu, rəsmi rəqəmlər də deyilir. Hətta bu sahəyə cavabdeh olan şəxslər də elə tonla deyirlər ki, bu məlumat. Elə bir günahkar Elə bil mən Natiq eləmişəm Cəfərlidir. bunu. Bəli. Siz bir o papağınızı qoyun qabağınıza fikirləşin də, niyə azalır? Ət niyə 5 manat bahalaşıb deyə anlamıram. Niyə azaldı? Niyə? 18-dən 23-ə qalxdı yəni. Əlbəttə, Qəfil hələ bir- bu 18 manata da qalxdığı dövrü xatırlasaq, 12-dən 18-ə bəli, qalxdı. yəni mən ondan əvvəl xatırlayıram. 8 manat idi devalvasiyalardan öncə.